Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Məktəbli formaları isə valideynlərin gündəmində olan əsas məsələlərdəndir. Elə üstündə də gördüyünüz yuxarı sinif şagirdləri üçün olan məktəbli formasıdır. Bugün bu məktəbli formalarının hazırlanması, satışı və keyfiyyəti haqqında bir çox sualın cavabını tapmaq üçün Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın yanındayıq. Görək bu ilki məktəbli formalarında valideynləri hansı yeniliklər gözləyir? Yeni tədris ilinə hazırlıq fonunda Bakı Tekstil Fabrikində də işlər intensivləşib. Sexlərdə gün ərzində müxtəlif ölçü və modellərdə məktəbli geyimləri hazırlanır. Geyimlərin hazırlanması bir neçə mərhələdə həyata keçirilir. Parçaların seçilməsi, biçilməsi, tikilməsi və ütülənməsi. Bakı Tekstil Fabrikinin təsisçi direktoru Səkinə Babayevanın sözlərinə görə istehsal müəssisəsi yeni tədris ilinə tam hazırdır. Həm mağazalarımızda, həm də fabrikada kütləvi olaraq satışların da başlanmasını gözləyirik. Bugünkü günə qədər məhsullar hazır olsa da kütləvi satışlarda çox da meyillilik görmürük. Valideynlər bütün bizim həm satış mağazalarımıza, eyni zamanda müəssisənin hal-hazırda bilirsiniz ki, fəaliyyətdə olan, müəssisənin içərisində olan xüsusiləşdirilmiş satış mağazamız var. Burada müraciət edə bilərlər. Səkinə Babayeva keyfiyyət kimi vacib amilin də daim diqqətdə saxlanıldığını vurğuladı. O, valideynləri də geyim alarkən keyfiyyət amilini mütləq şəkildə nəzərə almağa çağırdı. Əvvəllər valideynlər daha çox keyfiyyət axtarırlar, indi isə qiymət axtarırlar. Və Kitay, Çin, eyni zamanda İrandan, digər ölkələrdən üçüncü sort, hətta deyərdim, məhsullar bazarımıza kütləvi surətdə daxil olub. Ötən ildə dəhşət deyək ki, pambıqdan xüsusiləşdirilmiş, xüsusilə ağ rəngdə olan məktəbli lakos deyən material var ki, həmin materialdan köynəklər var və bunların polyester tərkiblisi var. Və bunu 1 manata valideyn heç 1 manat su almırlar özlərinə, bilirsiniz. 1 manata olan məhsulu niyə sual etmirlər ki, bu hansı keyfiyyətdir ki, biz bunu övladımıza alırıq? Səkinə Babayevanın sözlərinə görə geyimlərin kütləvi satışı başladığı vaxt monitorinqlər aparılacaq və tələbata uyğun yeni geyimlərin hazırlanması təmin ediləcək.